Bir şey yox desən, ehtiyacın var idi. Getdin dalıca, demirəm ehtiyaclarınızın dalıca getmin. Get, çalış, gördün ki, yox, çox naz eləyirsən. Ümumiyyətlə istəmirəm. İstəmirəm denən, gözündən sal, inanın bunu təcrübədən keçirin. Baxın, görün, necə gələcək ayağınıza. Allah dünyanı belə tərtib eləyib. Həyatı gəlin belə təfsir eləyək. Yaxşı tərəflərini görsə, məsələn, biri evləndə, nə yaxşı, əla, Allah mübarək eləsin, filan, toy, oynadılar, oxudular. Böyük bir şey olub da, 2 nəfər evlənib. Sonra nə olur? Uşaq olur. Sonra uşaq böyüyür. Uşaq olanda hamı təbrik eləyir. Uşaq dünyaya gəlib, böyüyür, boya başa çatır. Evlənir. Lap belə deyək, nəvəndə olur. Axır nə olur? Axır sən ölürsən. Axı, niyə o hissəni demirsən? Deyir, 100 yaşa, 1000 yaşa. Deyirəm, 1000 yaşayan yoxdur axı. Nuh Peyğəmbər idi, o da yoxdur indi. 1000 yaşa deyirlər. Həmişə deyirlər, var ol. Həmişə var ol. Həmişə onsuz da var olacam. Amma dünyada deyirsənsə, o mümkünsüz. Dua eləyəndə bir məntiqli dualar eləyək. Məntiqli dualar eləyək. Bəli, bunların hamısını gör, evlən, ailə sahibi ol, övlad tərbiyə elə. Amma deyirəm ki, bir gün mən gedəcəm, balalarım qalacaq. Hələ olsa, bəzən də ola bilər, balaların gedəsən qalasan. Nə bilim, axır da ayrılıq qaçılmazdı. Dünyanın verdiyi bütün şirinliklərə aldanmayın. Bir acılığa hazırlamaq üçün verir. Verir, bir gün almaq üçün verir. Və o acılığı şirin eləmək üçün, sən elə yanaşı acı olmasın da, biləsən, hazır olasan və deyəsən ki, mən 5 gün bu dünya üçün yaşamıram ki, mən əbədiyyət yolunun yolcusuyam. Əbədiyyət yolunun yolcusuyam. Və dünyada hamını gözləyən aqibət məni də gözləyir, amma mən narahat deyiləm. Elə dünyadaykən də kefdəyəm, dünyadaykən də yüküm yüngüldür, axirətdə də xoşbəxtliyim davam eləyəcək. Hər bir məsələyə belə yanaşacaq, çox yaxşı olar. Ailə qurursan, deyilən ki, nəfslə mübarizənin təzə cəbhəsi açıldı. Bilirsiniz, ailələr niyə dağılır? Çünki nəfslə mübarizə gündəmdə deyil, xalqın mədəniyyətində olmayan da. Bilirsiniz, nə olur? Dindarlar da qarışıb, bilinmir. Hamı 1 il, 2 il yaşayır, ayrılır. Niyə? Çünki ailəyə baxışı belə deyil. Ailəyə deyir ki, qarşı tərəf mənim istəklərimin təminatçısı olmalıdır. O qadın da belə deyir indi, kişi də belə deyir, təzə dəb düşüb bu. Ona görə 2 ildən çox davam gətirə bilmirlər. Amma evlənəndə desin, nəfslə mübarizənin təzə səhifəsi açıldı. Bir yad adamla birləşirəm, onun xasiyyətində mənim xoşlamadığım şeylər var, dözməliyəm. Çünki həyat nəfslə mübarizədir, bu da onun bir şaxəsidir, bir bölməsidir. O gün bir insanın yazısına baxdım, deyir, boşanmalar çoxalıb sevindirici haldır. Və həmin o rəzil mədəniyyətin təsirində olan adamdır. Bilirsiniz niyə? O qədər insanları egoist tərbiyə edib ki, deyir, niyə adamlara dözməlidir? Xoşu gəlmir, ayrılsın. Qadınlar ayrılsın, kişilər hərə öz həyatını yaşasın, kef eləsin. Deyir, yaxşıdır, birazdan sonra boşanmış qadınlara pis də baxmayacaqlar. Əli olacaq da heyvan yaşayışı. Əli olacaq. Başa düşmür ki, qadın xoşbəxt olmayacaq ondan. Başa düşürsünüz? Dəyərdən danışmıram, ailə dəyəri, müsəlmançılıq, bundan danışmıram. Gəlin, laf mənfəət nöqteyi nəzərindən baxaq, xoşbəxt olmayacaq insanlar belə yaşayışdan. Xoşbəxt olmayacaq. Elə bilirsən, get kef elə xoşbəxt olacaq, yox, elə ağırlıq çökəcək onun çiyninə, elə bədbəxt, belə deyək, ağrıya, acıya çevriləcək onun həyatı, bu onu tərifləyir, görün, beləsi də çıxır ki, nə yaxşı deyir, boşanmaların sayı çoxalıb, biz inkişaf eləyirik. Amma din deyir, belə baxma, həyata bax, nəfslə mübarizə kimi, onda rahat dözəcəksən, həyat yoldaşı Allah milyonundan birini seçib ki, səni islah eləsin, səni. Mən bunu ailə haqqında danışanda demişəm. Diqqətlə baxsaz həyat yoldaşınıza görəcəksiniz ki, milyonlar içində mənim bütün zəifliklərimə mütənasib bir adam Allah mənə yetirib. Ki, məni bununla, ola bilər o səhvdir, səhvdən düzdən danışmıram. Səhvdir, düzdür, öz Allahına cavab verəcək. Amma fəlsəfə, həyatın fəlsəfəsi burada özünü doğrultmalıdır. Sən ona dözməlisən, o sənə. Özdə xasiyyətini Allah elə tənzimləyib ki, səndə olan zəiflikləri qabardır, üzə çıxardır. Oradan vurur səni. Siz Allah düşünərək yaşayın, görəcəksiniz həyat nə qədər maraqlıdır və nə qədər dərin fəlsəfəsi var həyatın. Həyat belə amansızdır, verir neymətləri. Qərq olursan, könlün xoşdur.
aşıq olursan, təzə-təzə dünyaya aşıq olursan, 40 yaş, 50 yaş, 60 yaş, elə bilirsiniz qoca kişi deyir, qoca kişidə 60 yaşı var, qoca kişi falan anlayışı yoxdur, yaş keçdiyiz adam başa düşür. Qoca kişi falan hamısı nisbi məsələlərdir. Hamısı nisbi sözlərdir onların hamısı. Aşıq olursan, indi deyir almaq növbəsidir. Gəl bir-bir ver mənə hamısını. Gözünün nurunu alır, dişlərini əlindən alır, o qamətin bükülür, yavaş-yavaş verdiyin əlini alır. Bu həyatdır, bu möminlərə aiddir, xeyr, həyatdır belədir, həyatın mənası belədir. Verdiyini bir-bir alır əlindən. وَمَنْ نُعَمِّرُهُ نُنَكِّسْهُ فِي الْخَلْقِ Quran buyurur, kimə ömür verdiysə, onun xilqətini əskildirir, yəni yavaş-yavaş başlayır zəifləməyə. Və bundan depressiyaya düşmək lazım deyil. Elə yanaş ki, bunu sevinclə müşahidə elədin, həyata bax, elə bunu gözləyirdin. Nə olsun ki, burada hər bir gələn getməlidir, amma mən bir qərib yerə getmirəm, mən öz vətənimə gedirəm. Belə adam 90 yaşında da şad xürrəmdir. O birisi isə bədbindir. Hani o oxuduğum, oynadığım günlər. Hani o, deyirəm də, o bəzi müğənnilərin müsahibəsinə baxıram, mən hər şey oxuyuram da, məcburam hər şey oxuyuram. Yaşlı adamdır, görsən, keyf, cəmaat deyib, bu keyf eləyib. Bax, onun necə axır vaxtlarında ömrünün hansı halla danışır, nə vəziyyətdədir. Amma bir arifin həyatına bax, 90 yaşlı, hepsən cavan adamdır, ruhu dolub daşır sevinclə. Çünki gözlənilməz heç nə baş verməyib, əvvəldən başa düşüb, qiymət verib, özü ilə mübarizə aparıb, mübarizə apardıqca azad olub, keyfi, ləzzəti arta gedib, indi də əbədiyyətin astanasındadır, məyus olacaq bir şey yoxdur. Bu həyat yaxşıdır, yoxsa o həyat. Hər bir halda mübarizə varsa onsuz da, hər bir halda. Dünya darul bəladır. Hədislərdə var. Ən çox Əleyhisselamın Nəhcül Bəlağəsində, xüsusilə dünya bəhsləri orada çoxdur. Dünya mövzuları orada çoxdur. Dünyanı real tanıtdırır Peyğəmbərimiz bizə, imamlarımız bizə. Xəyalpərəstliyə aparmırlar bizi. Amma müasir dünya aldadır, həyat haqqında da bizi aldadır. Necə reklamlara baxırsan, deyirsən, bu mənim gördüyüm həmin o paltar yuyan maşındır, bu elə parıldayır, elə alışıb yandır, elə bilsən cənnət nemətidir. Reklama baxanda hər şey elə görsən adamın gözündə. Onlar həyatı da belə təqdim edirlər ki, o reklamlardakı kimi. Ona görə də uyğunsuzluq yaranıb, reallıqla xəyal arasında.